Salamlar, deməli gəlmişik Liderlik Mərkəzinə. Həqiqətən möhtəşəm deyiləcək bir tədbirdə dəvətli idim. Belə ki, Türkiyə Cumhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Türk Dövlətləri Təşkilatına üzv ölkələr, başda olmaqla bütün Türk dünyası ortaq fikir, ortaq ideya, ortaq gələcək və ortaq fəaliyyət şüurunun müzakirə edildiyi panel proqramı keçirildi. 3 may Türkçülük günü münasibətilə Bakıda Heydər Əliyev Mədəniyyət Mərkəzində keçirilən panel iclası ilk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi. Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələri olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızistan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cumhuriyyətindən rəsmi nümayəndələr qatılmış. Dediyim kimi, həmin tədbirə mən 32 Günaz xəbər portalının baş redaktoru olaraq Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən dəvət edilmişdim. Tədbirdə sözün əsl mənasında ruhumuzun pası silindi. Bunun nəyə görə dediyimi videonun sonuna doğru anlayacaqsınız. Tədbirin şüarı Türk ziyalısı İsmail Qasparalı'nın dildə, fikirdə, işdə birlik, yəni əməldə birlik bizdə elə deyilir, ifadəsi oldu. Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir iş bilir. Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri cənab Birol Akgün çıxış etdi. O, 3 may Türk dünyasının həmrəyliyi üçün tarixi fürsətdir və İsmail Qasparalı'nın fikirləri bu birliyin yol xəritəsidir, deyə qeyd etdi. Əvvəldə qeyd etdim ki, ruhumuzun pası silindi. Bunun səbəbi Türk xalqlarının rəsmilərini paneldə Bakıda görmək və onları öz dillərində, Türk dilində dinləməmiz idi. Yəni Azərbaycan, Türkiyə türkçəsi, Özbəkistan türkçəsi ilə, Qırğızistan türkçəsi ilə, Qazax türkçəsi ilə və Şimali Kipr Türkiyə Cumhuriyyətindən olan şəxsləri Türk dilində. Sözün əsl mənasında valeh olacağımız bir tədbir oldu. Həmçinin qeyd edim ki, tədbirdə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun'un video müraciəti təqdim olundu. O, İsmail Qasparalı'nın dildə, fikirdə, əməldə birlik şüarının bugün də Türk dünyasına yol göstərdiyini bildirdi. Anlayışımızı güçlendirmek, ortak dilin taşıyıcı olduğu değerleri nesiller boyu yaşatmak demek. Sonda möhtəşəm tədbirin təşkilatçısı Türkiyənin Azərbaycandakı səfirliyinə, bütün əməkdaşlarına təşəkkür edirəm.